Salam, değerli izleyiciler, hoş gördük sizleri. Bugün sizlerle testlerde en çok karıştırılan ve imtihanda en çok bal itirilen bir mevzudan danışırıq. Frazoloji birləşmələr. Birçoğumuz məcazi mənalı hər söz birləşməsini frazoloji birləşmə zənn edirik. Bəs əsl frazoloji birləşmə ilə sadəcə məcazi mənalı söz birləşməsinin fərqi nədir? Gəlin sizlərlə bu sirri aydınlaşdıraq. Məsələn dostlar, belə bir cümlə yazıram. O təhsilini başa vurdu. Başa vurdu. Burada dostlar, başa vurmaq deyəndə nə başa düşürük? Bitirdi, yəni sona çatdırdı, sonlandırmaq mənasını başa düşürük. Və frazoloji birləşmələrin də hansı qaydası var idi? Ən azı iki və daha çox sözdən dediyi ibarət olacaqdır. Buradakı sözlər müstəqil leksik mənalı sözlərdən təşkil olunacaqlar. Amma birləşmə yaratdığı zaman öz müstəqil leksik mənalarından uzaqlaşaraq bir məcazi məna ifadə edəcəklər. Burada başdan, nəyisə vurmaqdan söhbət getmir. Burada söhbət bitirmək, sonlandırmaq mənasından gedir. Demək ki, frazoloji birləşmə dediyimiz öz ilkin leksik mənalarından uzaqlaşaraq bərabər bir məcazi məna bildirməyə deyilir. Məcazilik bu şəkildə yaranır frazoloji birləşmədə. Lakin şagirdlər bəzən deyirlər, müəllimə, bəs bulud ağlayır ifadəsi. Burada da məcazilik var. Nəyə görə frazoloji birləşmə sayılmır? Dostlar, ona görə ki, hər məcazi mənalı ifadə niyə frazoloji birləşmə olmaz? Çünki burada ədəbiyyatdan da bildiyimiz kimi insanın ağlamaq xüsusiyyəti köçürülüb buludun üzərinə. Burada ağlamaq hissəsi sadəcə məcazidir. Və burada da nə ağlamaq, nə bulud özünün müstəqil leksik mənasından uzaqlaşmayıbdır. Sadəcə məzmun olaraq məcazilik yaradılıbdır. Demək ki, biz bu məsələyə görə ki, bunlar öz ilkin mənalarından uzaqlaşmayıblar, bərabər bir tək məcazi məna bildirmirlər. Ona görə də bu cür birləşmələrə biz frazoloji birləşmə deyə bilmərik və yaxud da bu cür cümlələrə frazoloji birləşmə deyə bilmərik. Yəni frazoloji birləşmələr məcazi mənada olur, amma bütün məcazi mənalı sözlər frazoloji birləşmə hesab olunmur.